Hə, deməli yoldaşlar, xətti sürət də elə bizim normal bildiyimiz sürət kimi V hərfinə işarə olunur və çevrə üzrə bərabər sürətli hərəkətdə xətti sürət sabit qalır. Amma xətti sürətin istiqaməti dəyişdiyi üçün modulu sabit qalır. Düzxətli bərabər sürətli hərəkətdə sürət həm qiymətcə, həm də istiqamətcə dəyişmirdi. Olduğu kimi qalırdı. Amma çevrə üzrə bərabər sürətli hərəkətdə sürət qiymətcə dəyişmir, istiqamətcə dəyişir. Ona görə biz sürətin modulundan istifadə edirik. Yəni xətti sürət modulca sabit qalır çevrədə. Yəni xətti sürətin zamandan asılığı modulca yazılır. Modulca sabit. Yaxşı, istiqaməti hara doğru olur? Çevrədə istiqaməti toxunan istiqamətində olur. Toxunan istiqamətdə. Yəni, nə deməkdir bu? Misal üçün bir dənə çevrədir. Əgər bu cisim saat əqrəb istiqamətində bu çevrə dönürsə, yəni əqrəb istiqamətində dönürsə, onda nöqtələr qeyd edək 1, 2, 3, 4. Bir istiqamətində bir nöqtəsi sağa doğru olur. 2 nöqtəsinin sürəti aşağı doğru olur. 3 nöqtəsinin sürəti sola doğru olur. 4 nöqtəsinin sürəti də yuxarı doğru olmuş olacaq. Yox, saat təqribən əksi istiqamətində dönürsə, hı -hı. Yəni 4 dənə nöqtə qeyd edək. 1, 2, 3, 4. Bu zaman bir nöqtəsində sola doğru, 4 nöqtəsində aşağı doğru, 3 nöqtəsində sağa doğru, 2 nöqtəsində yuxarı doğru olmuş olacaq. Yəni saat əqrəb istiqamətə dönürsə belə, saat əqrəbin əksi istiqamətə dönürsə belə istiqamətdə xətti sürət yönəlir. Xətti sürətin vahidi də elə normal bildiyimiz sürətin vahidi kimi metr bölünsün saniyədir və o da vektorialdır. E, Qaldı nə? Düsturlar. Xətti sürət bərabərdir yol bölünsün zaman çevrədə. Bərabər sürətli hərəkətin düsturudur. Yol bölünsün zaman. Burada yola nə yaza bilərəm? Çevrənin uzunluğu 2 pi yazsam. Hı -hı. Ya da belə deyək ki, birinci deməli idim ki, bunu deməli idim. Üzürlüz. Əgər cisim bir tam dövr edirsə, yolu çevrənin uzunluğuna bərabərdir. 2 pi və zamanı da perioda bərabərdir. Əgər cisim bir tam dövr edirsə, yolu çevrənin ümumi uzunluğuna 2 pi bərabərdir. Zaman da perioda bərabərdir. Onda yolun yerinə yaza bilərəm. 2 pi, zamanın yerinə yaza bilərəm. Period. Onda sürətin üstürü olur. 2 pi bölünsün t. Perioddan üstürü. Yaxşı, periodun tərsi nə idi? Tezlik idi. Yazıram 2 pi. Periodun yerinə yazıram 1 bölünsün n. Tezliklə üstürü. N yuxarı qalxır olur 2 pi r n. Sonra n-in yerinə yaza bilərəm. Dövr sayı bölünsün zaman olacaq 2 pi r n bölünsün t. Bu xətti sürətin düsturlarıdır və biz bu düsturlardan məsələlərdə istifadə edəcəyik. Görürəm ki, bu düsturlar nəyəsə oxşuyur. 2 pi bölünsün t. Buradan 2 pi bölü t nəyin düsturudur? Omega, bucaq sürətin düsturuydu. Onda belə bir şey çıxır ortalığa. Xətti sürət özü bərabərdir. Bucaq sürətə vurulsun radiusun. V bərabərdir. Omega vurulsun V. Bu da çox vacib düsturlardan biridir. Yəni bucaq sürətinin düsturlarını radiusa vuranda mən xətti sürətin düsturlarını almış oluram. Görürəm ki, düsturlarda xətti sürət perioddan tərs asılıdır. Xətti sürət tezlikdən necə asılıdır? Düz asılıdır. Period aşağıdadır, tezlik yuxarıdadır. Xətti sürət perioddan tərs asılıdır, tezlikdən düz asılıdır. Xətti sürət radiusdan da yenə düz asılıdır. Bu bizim qaydamız. Qaydada belə bir dəhşət bir şey yoxdur. İndi keçirik suallara. Salamlar. Aha, Müəllim, burada omega bərabərdir 2 pi n bölünsün t yaza bilərik. bəli. Yazmışdım dönə. Deməli, ilk suallar 1-dir, 2-dir. Burada xətti sürətin istiqamətləridir. Asan görünə bilər, asandır da. Sadəcə vacib kateqoriyalardan biridir. Xətti sürətin istiqamətini hökmən bilməliyik. Misal üçün, birinci sualda
A nöqtəsində xətti sürətin istiqamətini soruşur, yəni cismin sürətinin istiqamətini soruşur. Saat dəqiqə və istiqamətə dönürsə, yəni belə davam edir. A nöqtəsində deməli hara düşür? Aşağı düşür. İkinci sualda isə saat əqrəbinin əksi istiqamətdə dönür. Yəni belə gəlir və A nöqtəsində hara gedir? Sola gedir. Deməli, ikinci sualın cavabı olacaq nə? B variantı. Birinci də A nöqtəsində aşağı düşür, ikinci də A nöqtəsində sola yönəlir. Sonra bu istiqamət sualları dedik ki, vacib suallardır. İmtahanlarda qabağımıza, rastımıza çıxır. 3, 4 və 5-ci suallarda düstur suallarıdır. Yəni, misal üçün, hər biri üçün bir düstur desək, üçüncü sualda xətti sürətin qiyməti var, period var, radius istəyir. Xətti sürətin düsturu nə idi? Periodla V bərabər 2 pi r bölünsün T. Bayaq yazmışdım. Buradan sən radius tapacaqsan. Radiusu tapanda V-ni vurursan T-yə, yəni çarpaz vurursan, bölürsən R-in yanındakılara 2 pi-yə. Qiymətləri yerinə qoy, radiusu tap. Xətti hissənin qiymətini verib, periodun qiymətini verib, 2, pi də 3-dür. Qiymətləri yerinə qoy, radiusun qiymətini tap. Misal üçün, 4-cü sualda da həmin düsturdur. Sadəcə burada artıq periodu istəyir. Bu düsturdan periodu tapanda period bərabərdir. Nə olacaq? Bunu belə bir şey göstərim. Şuna çarpaz vurursunuz bunu, V vurursun T. Nəyə bərabər edirsiniz? 2 pi-yə. Bunun aşağısında 1-dir də. Yəni, çarpaz vursam, bunu buna vursam, bunu da buna vursam. V vur T bərabər 2 pi r. Buradan da periodu tapanda T-ni, hasili 2 pi r-i bölürəm T-nin yanındakı digər vuruğa, V-yə. Deməli, periodun xətti sürət dönüşdürü T bərabər 2 pi r bölünsün V. Buradan da qiymətlərinə qoyursam, misal üçün 2, pi-si 3, r-i neçə verib biz radiusu? 1 verib, radius r-dir. Xətti sürətin qiyməti neçədir? 6-dır. Böl bir-birinə olur 1. Deməli, periodun qiyməti nədir? 1-dir. 1-ni həll elədik. Misal üçün, 5-ci sualda hamısını bir-birinə vurmaq lazımdır. Çünki xətti sürəti istəyir və tezliklə qiyməti verilib. Xətti sürətin tezliklə üstürü 2 pi r. Hamısını bir qoy yerinə bir-birinə vur. Daha sonra bu səhifənin sualları, yəni ancaq düsturdur. Düsturları hökmən bilmək lazımdır. Alınma qaydasını da göstərdik. Ayanda deməli çıxır. Zoom qoşulur, çıxır, qoşulur. Davam. Yaxşı şükür, yaxşılıqdır. Deməli, davam edək öbür səhifə ilə. Misal üçün, 6-7-ci suallarda da yenə düstur suallarda burada nə bilməliyik? Əsas santimetri metrə çevirmək. Buna fikir vermək lazımdır. Yəni, radiusu 30 santimetrlə veribsə, bunu metrə çevirəndə santimetr metrə çevirəndə nə edirəm? 100-ə bölürəm. Çünki 1 santimetr 100-də 1 metrdir. Tərsi. Bu da bizə neçə verəcək? 10-da 3 verəcək. Bucaq sürətinə qiymətini verib 4. Nə istəyir səndən? Xətti sürəti istəyir. Xətti sürət nəyə bərabərdir? Bucaq sürəti vurulsun radius. Bucaq sürətin qiyməti 4, radiusun qiyməti 10-da 3, bir-birinə vuranda oldu neçə? 1-10-da 2. Biz bu düsturdan çox istifadə edəcəyik. B bərabər omega vurulsun R-də. Daha sonra 7 də həmin sualdır. 8 bucaq sürətinin vahidi. Dedik ki, V bərabər nədir? Omega vurulsun R-dir. Buradan omeganı tapsaq, nə olacaq? Hasili V-ni böləcəyəm omeganın yanındakı digər vuruğa, R-ə. Olacaq bucaq sürətinin üstürü xətti sürət bölünsün radius V bölünsün R. 9-da da cismin sürətini istəyir. Dedik ki, düsturu 2 pi r bölünsün T periodla düsturu. Onda da yenə xətti sürətinin tezliklə düsturu 2 pi r n-dir. Bunlar düstur sualları dediyimiz kimi rahat suallardır. Bunları tez bacarıq getdik. Daha sonra kainatçılar yatıb. Aha. Biden qrupuna yazıram da. Ben neyini edər? Yatırsınız, cəzasını çəkəcəksiniz. Xətti sürətin BH vahid dərsində vahid hansıdır? Xətti sürətin vahidi metr bölü saniyə sürət vahidi. Hə, 12 qrafik suallarına fikir vermək lazım uşaqlar. Sənə orada nəyi verib. Çünki indi burada avtomatik çıxır cavabı. Heç digər suallarla çaşdıra bilər. Matryoxdan deyir, verilmiş radiusu çevrə üzrə radius verilibsə,
Radiusu sabit götürürsən. Hökmən düsturda radius olmalıdır. Onda xətti sürətin radiusuna və bucaq sürətindən düsturu nə idi? V bərabər omega vursun F. Onda görürəm ki, xətti sürət bucaq sürətindən necə asılı olacaq? Düz asılı olacaq. Radius verilib, düsturda radius var. Xətti sürət bucaq sürətdən düz asılı olacaq. Bucaq sürəti qiyməti artdıqca xətti sürət də artır. Misal üçün ikili xassəli sual varmı burada? Yox. 13-də dedik ki, xətti sürət radiusdan düz asılıdır. Yəni V bərabər omega vursun R. 16-da da dedik ki, xətti sürət perioddan tərs asılıdır. Yəni düsturumuz da nə idi? V bərabər 2 pi r bölünsün t. Biri yuxarıda, digəri aşağıdadır. Yəni biri məxrəzdədir. Ona görə də tərs mütənasib olur. Tərs mütənasibə qrafiki bu əyri idi. Hiperbola əyrisi. Daha sonra hamısı düsturlu. Misal üçün 20. İstiqamət sualları. Disk mərkəzindən perpendicular istiqamətdə keçən ox atıranda fırlanır. A nöqtəsinin xətti sürəti hansı istiqamətdədir? Mən görürəm ki, bu saat əqrəbinin əksinə gedir. Yəni belə dönür də. Belə dönür. Saat əqrəbinin əksinə. Onda saat əqrəbinin əksi istiqamətinə dönürsə, A nöqtəsində belə gedir. Bax belə davam edir. Gəldi belə, 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 belə də davam edir, davam edir, davam edir, davam edir və A nöqtəsində sağa gedir. 21-də də belə gedir. Gəlir, gəlir, gəlir. Aşağı düşür belə. İstiqaməti belədir. Dönür, 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 dönür və A nöqtəsində sağa gedir. Yəni sağ. Bu saat əqrəbinin əksinə, bu saat əqrəbi istiqamətində. Sonra ən çox verilən sual, həmişə verilən sual tipi. 22. Eyni radius səviyyələr üzrə bərabər sürətlər itkilən iki maddi nöqtələrinin eyni zaman müddətində getdikləri yolların nisbəti 4-dür. Tezliklər arasında hansı münasibət doğrudur? Yol nəyə bərabərdir? Yol bərabərdir. Sürət vurulsun zaman. Bərabər sürətli hərəkətdə yol bərabərdir. Sürət vurulsun zaman. İndi bizə deyir ki, yolların nisbəti 4-dür. Sürətin yerinə nə yaza bilərəm? Sürətin yerinə tezliklə üstünü yaza bilərəm. 2 pi r n. Bu sürətin tezliklə üstürüdür. Vuranda da zamana bizə nəyi verir? Yolu. 2 pi r n sürətin üstürü, zamanı da yazdım bura. 2 pi r n t deməli yolun üstürü olacaq. Görürəm ki, yolla tezlik necə asılı olacaq? Düz. Məxrəzdə deyil. İndi, əgər düz asılıdırsa, L1 bölü L2 nisbətin elə nəyə bərabərdir? N1 bölü N2-yə. Nisbətlər bərabər 1-in 2-yə, 1-in 2-yə. Onda L1 bölü L2 4-dürsə, N1 bölü 2 də 4 olacaq. Buradan da N1-i tapsaq, çarpaz vururam, 4-ü vururam nəyə? N2-yə. Yəni, cavabımız olacaq nə? C variantı. Sonra. Salam Nuray, hər vaxtın xeyir. Tez gəldim, gedirik. Deməli, 23 də oxşar. 24 və 25. 25 yazaq, sonra 26-ya keçək. 25-də isə uşaqlar bizdən periodları istəyir artıq. Yəni, yolun üstürü, sürət vurulsun zaman. Sürətin yerinə nə yaza bilərəm? Periodla üstürünü. Sürətin periodla üstürü 2 pi r bölünsün t. O nəyə vuram indi? Zamana vuram. 2 pi r bölü t vurulsun t. Burada görürəm ki, yol perioddan tərs asılıdır. Period məxrəcdədir artıq. Tərs. İndi bizə nə verib? Bizə verib L2 bölü L1 nisbəti. L2 bölü L1 nisbəti nəyə bərabər olacaq? Period tərs olacaq. Yerlər dəyişsək, T1 bölü T2. Nisbətləri dəyişdik. Bu 2-nin 1-ədir, bu 1-in 2-ədir. Tərs yazdım artıq. L2 bölü L1 5-dirsə, deməli T1 bölü T2 də 5-dir. İndi buradan T1-i tapsaq, T1 nəyə bərabər olacaq? Çarpaz vuram. 5 T2. Yəni cavabımız olacaq 25-də A variantı. Periodlarda yerləri dəyişdik. Tezlikdə olduğu kimi saxladıq. Çünki tezliklə yol düz asdı. Yol periodla tərs asdı.
Düstura görə. Sonra saat 10 dedik. Hələ indi təzə-təzə gələnlər var. 11 deyək bundan sonra. Deməli 26. Bucaq söhbəti. Yenə ən çox verilən sual tipləri bucaqlar. Biz Lori qaydamızda demişdik ki, yuxarıdakı kəməti aşağıdakı kəmətə böləndə, yəni düz mütasib qrafiklərində yuxarıdakı kəmət aşağıdakı kəmətə böləndə tangensi verir, tərsi kotangensi verir. Yuxarıdakı kəməti aşağıdakı kəmətə böləndə tangensi, aşağıdakı kəməti yuxarıdakı kəmətə böləndə kotangensi verir. Qayda kimi, qeyd kimi yadınızda saxlayırsınız. Qısa. İndi burada da bizə nəyi istəyir? Radiusu istəyir. Xətti sətin radiusundan üstürü V bərabər 2 pi r n. Burada çünki tezlikdən danışdıq. Tezlikdən düstur olmalıdır. Buradan mən radius tapanda r-i hasil olan v-ni bölürəm nəyə? R-in yanındakı digər qruplara. 2 pi n. Bunu mən belə yaza bilərəm də. 1 bölünsün 2 pi vurulsun v bölü n kimi. Düzdürmü? V bölən bizə nəyi verir? V bölən bizə verir kotangensi. Tangensi daha doğrusu. Üzürlüsən tangensi. V bölü n tangensi verir. Onda yerdə nə qalır? Tangens alfa. Aşağıda nə qalır? 2. Deməli cavabımız nə olacaq? 26-da A variantı. Bucaqlarda yadda saxlayırsınız. Yuxarıdakı kəməti aşağıdakı kəmətə böləndə tangensi verir. Bucağın tangensini. Aşağıdakı kəməti yuxarıdakı kəmətə böləndə bizə kotangensi vermiş olacaq. Sonra bucaq söhbətlərindən düşə bilər. Düşməlidir də. Çünki ilk sınaqdır. İlk sınaqda da çox belə mövzu yoxdur. 4 dənə bölmədir hədəfdə misal üçün. Ayın 19 olan imtahanda. Ona görə də 30 sualdan bir dənə bucaq söhbəti düşməlidir. Yəni, indi bilmirəm hansı düstura görə düşəcək. Əsasən çevrədən düşmə ehtimalı daha çox olar yəqin ki. Bucaq suallarından da iki tip düşə bilər də. Ya e, düsturla ifadə et sual düşə bilər. Ya da e, qiymət artımı hansında daha çoxdur qiymət, hansında daha azdır. Belə düşə bilər də. OTK-da 100% düşər, OTK-da da düşər. Amma OTK-da sağ olsun 6 bölmədir də. Ona görə də OTK-da sual bölmə sayı çox olduğu üçün düşməmə ehtimalı daha çoxalır. 6 dənə bölmədən sual sizəcəklər. OTK-yə məcburi gedən şəxslər var deyə bu haqda fikir bildirə bilməyəcəm bu zamında. Deməli, davam eləyək. Fikrimi bildirmişim. 27. Diametri bizə verib 40 sm. Metrə çevirirsəm, daha doğrusu burada radiusu çevirək. Diametr 40-dırsa, radius nəyə bərabərdir? Diametrin yarısı. 40 bölü 2, 20. Çevrədən bildiyimiz qədərilə radius nəyə bərabərdir? Diametrin yarısına. Onda deməli, biz burada uşaqlar çaşır ən çox diametrin qiymətini götürürlər. Xeyr, bu radius qiyməti 20-ni götürmək lazımdır. Zaman da bizə nə verir? Dəqiqə. 1 dəqiqə. Saniyə çevirsək 60 saniyə. Bunu da metrə çevirsək 10-da 2 metr. Dövr sayı da neçədir? 250-dir. Hətta sətin qiymətini tapanda V bərabər 2 pi r n bölünsün t. 2 pi si 3 r neçədir? 0,2. N-i də dövr sayı neçə verib bizə? 250 verib. Zamanı da neçə verib? 60 verib. İxtisallar eləsək 10, 25, 25 vur 2, 5. Deməli, xətti sətin qiyməti 5-dir. İndi sən deyirsən ki, müəllim, mən 5 ilə tapdım, amma cavabda deyil. Cavab kilometr bölü saatla ifadə olun, baxın. Yadımıza salır. Kilometr bölü saatdan metr bölü saniyə çevirəndə 18-də 5-ə vururuq. Ədədi.
Tərsi metr bölü saniyədən kilometr bölü saata çevirəndə isə 5-dən 18-ə vurur. Tərsi. Yəni kilometr bölü saatın qiyməti daha çox olmalıdır. Onda 5 vurulsun 5-də 18 kilometr bölü saata çevirəndə olur nə? 18 kilometr bölü saat. Yəni cavabımız olacaq 27-də B variantı. Bu da bu səhifənin son sualı. 28 oxşardır. Elcan Quliyev, sən çox otokeyə getmək istəyirsən, sən yollayacaq axırda. Deməli, bucaqlardan danışdıq. 31. Buna baxaq. Uşaqlar, V-nin n-lə üstürü. V bərabər 2 pi r n. Buradan nəyi tapaq? Radius istəyir, r-i. R-i tapanda hasil V bölünür r-in yanındakı digər vurğulara 2 pi n-ə. İndi qiymətlərinə qoyub tapırsınız. Çox rahat sualdır. V 2.4-dürsə, 2.4-ə uyğun gələn tezlik xəttləri izləsək 1-dir. Onda n-in yerinə 1 yazırıq. Pi donsuz 3-dür. Bu da bizə verir 2.4 bölünsün 6, yəni 10-da 4. Yəni cavabımız olacaq 31-də A variantı. 32-ci sualda uşaqlar. 32-ci sualda. 32-ci sual bizim köhnə topluda period tezlik və bucaq sürətinin mövzusuna daxil edilmiş keçilməmiş sual idi. Yadınızdadırsa. Bir dənə orada sual vardı. 54-cü sualdı. Nömrəsi 54 olmalıdır. Hə, orada bir dənə sual var idi ki, ay müəllim, biz axı bunu keçməmişik, sualı idi. Onun sağ olsun yerini dəyişiblər, artıq xətti sürətə qaytarıblar, sağ olsun, yerini alıb. Burada da biz nə edirdik? Burada da biz yenə qiymətlərə baxıram, bu da elə bu düsturdur. R bərabər, yox, periodla düsturudur daha doğrusu, perioddur. V bərabər 2 pi r bölünsün T'dir, periodla düsturu. Buradan nəyi tapırıq? Radius tapırıq. Çarpaz vuraq. V vurulsun T bərabərdir 2 pi r. Buradan da radius tapanda R-i hasili V vur T-ni bölürük. R-in yanındakı digər vurulqlara 2 pi r. İndi buradan qiymətləri qoymalıyıq. V əgər 6-dırsa 6-ya uyğun gələn period, yəni xəttləri izləsək 10-da 2-dir. 2, pi də 3-dür. Olacaq nə? 0.2. Cavab olacaq nə? 32-də Y variantı. Sonra görə nömrəsinə kimi yadında deyə. Deməli, davam eləyək. 33. İfadələrin hansı maddədən çevrə bərabər sürətli hərəkətlər üçün doğrudur? Deyir ki, çevrə bərabər sürətli hərəkətdə xətti sürət sabit qalır, amma modul da sabit qalır. İstiqaməti dəyişir. Burada yerdəyişmə sabitdirsə, burada ümumiyyətlə hərəkət yoxdur. Təcil sabitdirsə, bərabər təcil hərəkətdir. X koordinat sabitdirsə, yenə hərəkət yoxdur. Sürət sabitdirsə, belə boş sabitdirsə, düz xəttli bərabər sürətli hərəkətdir. Çevrədə sürət modulca sabit qalır. Və keçirik new. Yeni bir sual. Xətti sürətdə bir dənə yeni bir sual var. Bu 34-cü sual. 34-cü sualda sağ olsun iki cür hərəkətin ikisinə də baxmalıyıq. Deyir ki, sürüşməsiz deyilən diskdir. Bu diskin mərkəzinin yerə nəzərən sürəti 2 metr bölü saniyədir. Verilmiş anda M nöqtəsinin yerə nəzərən sürətini tap. Uşaqlar, burada iki cür hərəkətə baxırıq. Bir, irəliləmə, bir də çevrə üzrə fırlanma hərəkəti. İrəliləmə hərəkətinə baxsaq, sürüşməsiz deyilən diskdə bütün nöqtələr irəliləyəndə təbii ki, nə edir? Eyni cür hərəkət edir. Yəni, mərkəz sağa gedirsə, yəni belə deyilənir, onda bu nöqtədə sağa gedir, bu nöqtədə sağa gedir, mərkəz sağa gedir, bu nöqtədə sağa gedir. Yəni, qabağa doğru irəliləyir. İrəliləyir də bu. İrəliləyir, irəliləyir. Bu zaman mərkəz sağa doğru 2 metr bölü saniyə ilə gedirsə,
M nöqtəsi ilə sağa doğru 2 metr bölü saniyə sürətlə gedir. Çevrə bərabər sürətli hərəkətdə sürətin qiyməti dəyişmirdi. Hər bir nöqtədə qiyməti 2-dir. Sadəcə burada fırlanma hərəkətinə baxsaq. Fırlanma hərəkətində isə belə fırlanır, gəlir, 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 belə fırlanır və M nöqtəsində hara gedir? Normal qaydada toxunan istiqamətdə yuxarı gedir. Bu da fırlanma hərəkətinin istiqaməti. İrəliləmə sağa irəliləyir, fırlanma yuxarı. Bunun da qiyməti elə 2. Yəni, qiymət dəyişmir də, sürətin qiyməti elə 2-də qalır. Hər biri 2-dir. Bu nə yarandı burada? 90 dərəcə yarandı. 90 dərəcə yaranarsa necə gedirik? Figura gedirik. Yəni kök altında 2-nin kvadratı plus 2-nin kvadratı. Ona nə oldu? M nöqtəsində qiymət oldu kökdə 8. Kökdə 8-dən nə çıxır? 2 kökdə 2. Yəni cavabımız var 34-də B variantı. Qəşəng sualdır, qəşəng sualdır. Deməli, bu sualda fərqli sual tipidir. İki cür hərəkətə baxırıq. Həm irəliləmə, həm də fırlanma hərəkətinə baxmış olacaq. Tamam. Aha. Hələ ki, bilmirəm. Mənim rastıma çıxmır. 35 tipi sualları rahatlıqla həll edənlər demək olar ki, bir əlin barmağını keçmir. Niyə çətinlik çəkirlər başa düşmürəm. Amma yenə yazaq. 35. Saniyə əqrəbi dəqiqə əqrəbindən 1.5 dəfə uzundur. Əqrəblərin uc nöqtələrinin və saniyə bölü və dəqiqə xətti sürətlərinin nisbətini tapaq. Deyir ki, saniyə əqrəbi dəqiqə əqrəbindən söhbəti var. Ondan mən bunlar nəyini bilməliyəm? Periodlarını bilməliyəm. Saniyə əqrəbinin periodu nə idi? 1 dəqiqə. Dəqiqə əqrəbinin periodu nə idi? 1 saat. Yəni 60 dəqiqə. Deməli, dəqiqə əqrəbinin periodu saniyə əqrəbinin periodundan 60 dəfə böyükdür. Nisbəti eləcə 60. Sonra bizə nə deyir? Deyir ki, saniyə əqrəbi dəqiqə əqrəbindən 1.5 dəfə uzundur. Çevrədə əqrəb uzunluğu, yəni saatda görürsünüz əqrəbləri də. Əqrəblər nəyə oxşuyur? Radiuslara oxşuyur. Yəni əqrəb uzunluğu radiusla ifadə olunur. Ona görə də yazıram. Saniyə əqrəbinin uzunluğu dəqiqə əqrəbindən 1.5 dəfə çoxdur. Yəni, əgər saniyə bölünsün əgər dəqiqə yazsaq, 1.5 dəfə çox olduğu üçün nisbətdə olacaq 1.5. İndi bizdən deyir ki, xətt üstətlərin nisbətini tap. Xətt üstətin üstürü V bərabər 2 pi r bölünsün T-dir. Radiusdan və perioddan üstürü. Onu da yazıram. V saniyə bölünsün V dəqiqə. R-lə necə asılıdır? V. R-lə düz asılıdır. Onda həmin nisbəti R üçün yazıram. R saniyə bölünsün R dəqiqə. Sonra V T-lə necə asılıdır? V T-lə tərs asılıdır. Bu nisbətin tərsini yazıram. T dəqiqə bölünsün T saniyə. Tərs asılı olduğu üçün yerləri dəyişirəm də. Normalda sən bunu bölməli idin. Mən bunu tərsinə çevirdim və vurdum. Deməli, V saniyə bölü V dəqiqə bərabərdir. V N-lə düz asılıdır. Həmin nisbəti R üçün yazıram. V T ilə tərs asılıdır. Nisbəti tərsinə çevirirəm periodda. 2 pilər onsuz yazmıram, çünki dəyişmir qiymətləri 2 pil. İndi R saniyə bölü R dəqiqə nisbət neçədir? 1.5. Yazdım bura 1.5. T dəqiqə bölü T saniyə nisbət neçədir? 60. Yazdım bura 60. Bu da bizə neçə verəcək? 90. Cavabımız olacaq D variantı. Bu tipli sualdan da düşə bilər imtahana. Sonra gəlir bu 36. Yenə hamının sual verdiyi sual. Demək olar ki, hamının. Deyir ki, təyyarənin hava venti 0,1 saniyə ərzində 1 tam dövr edir. Təyyarə 360 km/saat sürətlə
800 kilometr məsafəyə hərəkət edən zaman onun vinti neçə dövr eləyir? Tapaq. Bu silirəm. Sağdakını. Hı -hı. 36. Bax, 0,1 saniyə ərzində 1 tam dövr edir. 1 tam dövrə sərf olunan zaman period idi. Ona görə də 0,1 saniyə perioddur. 0,1 saniyə perioddur. 1 tam dövrə sərf olunan zaman period olduğu üçün 0,1 saniyə birbaşa perioddur. Sürətin də qiyməti 360 km böl saatdır. Km böl saatdan da metr böl saniyə çevirəndə nə edirdim? Həmin qiyməti 18-ə 5-ə vururam. Bu da bizə neçə verəcək? Eləyəcək 100. Deməli, bu 100 metr böl saniyədir. Sonra məsafəni də bizə verib 8 kilometr. L ilə və yaxud S ilə işarə edə bilərəm. Deyir ki, neçə dövr edir? Period %1-dir. Mən bunu göstərə bilərəm 10 üstü mənfi 2 kimi. Yəni 1 bölünsün 100, 10 üstü mənfi 2. Bu da kilometrdir. Metrə çevirsəm 1 kilometr neçə metrdir? 1000 metrdir. Yəni 10 üstü 3 yaza bilərəm. İndi V var, S var. Mən burada nəyi tapa bilərəm? T-ni. Yəni S bərabər V vurulsun T-dən. Mən nəyə tapa bilərəm? Zamanı T-ni. T. Bu bizə verəcək S bölünsün V. Yəni məsafəni böləcəm sürətə. Məsafə 8 vurur 10 üstü 3-dür. Sürət də 100-dür. 800 100-ə bölünür. 8. 8 vur 10 üstü 3 olur. Zaman. Dövrü də tapanda nə edirdim? Zamanı bölürdüm perioda. Zamanın qiyməti 8 vur 10 üstü 3. Periodun da qiyməti yuxarıda qeyd olunub 10 üstü mənfi 2. 10 üstü 3-ü 10 üstü mənfi 2-yə vuranda olur 10 üstü 3 plus 2, yəni 10 üstü 5. Deməli, dövr sayı nə qədər oldu? 8 vur 10 üstü 5 oldu. 37 də onun oxşarı. Fərqli cür yazmaq mümkün. Çevrədə düsturlar kifayət qədərdir. Fərqli cürdə gedə bilərsiniz. Yəni, bir neçə yol mövcuddur, bəli. Çevrədə dediyim kimi düsturlar kifayət qədərdir. Hamısı rahat düsturlardır. Bir neçə yolla gedə bilərsiniz. Deməli, sonra keçirik burada 38-də deyir ki, çevrə bərabər sürətdə hərəkət edən cismin cızdığı çevrənin radiusu və döyətmə periodu məlum olarsa, hansı fizik əməliyyatların qiymətlərini hesablamaq olar? Nəyi bilir? Radiusu bilirik. Nəyi bilirik? Periodu bilirik. Radiusla periodu bilirik. Periodu biliriksə bucaq sürətini taparıq. Omega bərabər 2 bölünsün T ilə. Periodu bilirik. Pi onsuz 3-dür. Omeganın bucaq sürəti qiymətini taparıq. Mərkəzə qaçma qüvvəsi üçün kütləni bilməliyəm. Çünki qüvvə varsa kütləni bilməliyəm. Ona görə də bunu tapa bilməliyik. Xətti sürət. Xətti sürəti nədir? V bərabər 2 pi bölünsün T. Radius var, period var. Xətti sürətinə qiyməti tapa bilərik. Yəni cavabımız olacaq 38-də 1 və 3. 39 və 40 tipli suallarda kənar söhbəti deyir, kənar sürət deyir. Heç qorxutmursunuz özünüzü. Kənar sürət elə xətti sürətdir. Yəni 39-da radius var, zaman deyir. Bu 10-4 saniyədə bir tam dövr eləyirsə, bu elə perioddur. Bir tam dövrə sərf olan zaman perioddur. Period deməli 10-4-dür. Radius da neçədir? 20 sm, yəni 10-2 metr. Buradan V-ni tapacaq. V bərabər 2 pi bölünsün T. Qiymətləri yerinə qoyub V-ni tapırsan. Misal üçün 40-da da yenə xətti sürətin qiymətini verib 1 dəqiqə deyir, 1 dəqiqənin zamanı çeviririk 60 saniyə, saniyə çeviririk 60 saniyə. Dövr sayı da 240-dır. Buradan xətti sürətin bu düsturundan istifadə edəcəyik. V bərabər 2 pi rn bölünsün T düsturundan istifadə etmiş olacaq.